Azərbaycanda toy deyil, xidmətçi qəbulu elan edirlər. Gəlin gəldi, vəssalam, evdəki hər kəs şahzadə oldu. Siz doğrudan elə bilirsiniz ki, bir qız 20-dən 25-ə qədər il oxuyub, inkişaf edib ki, gəlib sizin evdə corab yusun, səhər saat 6-da çay qoysun. Qaynana bir tərəfdən, qaynata o biri tərəfdən, baldızı demirəm. Hamı gəlinə hökm edir, hamı ondan nəsə tələb edir. Bu evdir, yoxsa hərbi hissə? Ən dəhşətlisi də bilirsiniz nədir? O evin kişisi olan əriniz bir kəlmə də demir. Anasının sözündən qorxan adamlar evlənib, qadın bədbəxt edir. Qızlar, bəstiriz də. Siz o evə gəlin yox, xidmətçi kimi gəlmisinizsə, niyə susursuz? Niyə öz həyatınızı, gəncliyinizi başqalarının nazına qurban verirsiniz? Ailə hörmət üzərində qurulur, qulağa münasibəti üzərində yox. Qaynana sevgisi corab yumaqla ölçülmür. Bu videonu gəlinə xidmətçi kimi baxan o qaynanalara göndərin. Görək kimin cəsarəti çatacaq.